Kollecin direktoru Asəf Ruşanov bildirib ki, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk konstitusiyası ümummilli lider Heydər Əliyevin dərin zəkası və siyasi iradəsinin məhsuludur. Bu sənəd dövlət quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, demokratik idarəçiliyin təmin olunması istiqamətində mühüm hüquqi sənəddir. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi Təminat və İnsan Hüquqları Məsələləri şöbəsinin rəisi, Baş Ədliyyə Müşaviri Faiq Səfərov, Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilliyi aparatının əməkdaşı Nüranə Kərimova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Təbrizə Bağırova müstəqil dövlətçiliyimizin hüquqi təməlini formalaşdıran konstitusiyanın əhəmiyyətindən, ümummilli liderin bu sahədəki tarixi xidmətlərindən bəhs ediblər. Vurğulanıb ki, konstitusiyanın qəbulu Azərbaycanın suverenliyinin möhkəmləndirilməsində və hüquqi dövlətin formalaşmasına mühüm mərhələ olub. Ulu öndərin müəyyən etdiyi siyasi xətt bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirin sonunda mövzu ilə bağlı video çarx nümayiş etdirilib. Nəzrin İsmailova, Rahib Babayev, NTV Xəbər.